Saatlarımız 8:00 göstərdi. TTV-nin efirində səhərimiz sizinlədir, əziz tamaşaçılar. Xoş gördük, hər gününüz xeyirli, səhəriniz uğurlu açılsın. Ümid edirəm ki, bu səhərədə məhz bizimlə uğurlu addımlar atacaqsınız və günün sonuna qədər bu uğur sizinlə birlikdə olacaq. Bir daha səhəriniz xeyir olsun və qeyd etmək istəyirəm ki, artıq görüşünüzə gəldik 20 iyun tarixində. İyun ayının da belə deyək, çox hissəsini geridə qoymuşuq qarşıdan və qeyd edim ki, əziz tamaşaçılar, bu günləri uşaqlara qayğı göstərək mövzusunda danışacağıq və daha doğrusu autizmlə əziyyət çəkən uşaqlarla bağlı həsr etmişik verişimizi və bununla bağlı danışacaq mütəxəssisimiz olacaq. Verişimizdə hər hansı bir çətinliyiniz varsa, probleminiz varsa, ətrafınızda, yaxınlığınızda bu xəstəlikdirmi və yaxud bu vərdişdirmi, bundan əziyyət çəkən ümumilikdə insan varsa, buyurub suallarınızı ünvanlaya bilərsiniz və mütəxəssisimiz təbii ki, belə deyək, öz məsləhətlərini, suallarınızı cavablandıracaq. Siz isə Facebook səhifəmizə yaza bilərsiniz. Səhərimiz qrupuna daxil olmaqla artıq mövzumuz paylaşılıb orada. Yazın bizdə canlı yayımda səslə. Mən isə istəyirəm qonağımı dəvət edim. Autizm İctimai Birliyinin sədri Çiçək Məmmədli bizimlədir. Xoş gəlmişsiniz, səhəriniz xeyir olsun Çiçək xanım. Çox sağ olun, xoş gününüzə gəlmişik. Necəsiz, yaxşısınızmı? Çox sağ olun, təşəkkür edirəm. Buyurun, əyləşin və təbii ki, söhbətimizi davam etdirəcək və bəzi insanlar var ki, indi bir sual yarandı onlarda ki, görəsən autizm nədir? Elə Çiçək xanımın dilindən eşitək, autizm deyəndə nə başa düşülür? Autizm, auto sözündən götürülüb özünə qapanma deməkdir. Bu, ən çox uşaqlarda rast gəlinir, yəni böyüklər də autizm ola bilir. Amma hal-hazırda böyük bir problem yaşanır ki, bu uşaqlarda rast gəlinir. Elə bir psixoloji pozuntudur ki, uşaq özünə qapanır, ancaq özünlə oynayır, ancaq özünü görür. Ətraf aləmdən, cəmiyyətdən, ünsiyyətdən bütün demək olar ki, əlaqələri kəsilir. Belə bir böyük psixoloji pozuntudur. Başqa hansı əlamətləri var Çiçək xanım autizmin? Autizmin əlamətlərini, məsələn, erkən aşkarlama bizim ölkəmizdə biraz o qədər o yüksək səviyyədə deyil, amma son zamanlar artıq 2 yaşından, 2 yaş yarımdan aşkarlaya bilirlər. Əlamətləri budur ki, məsələn, uşaq normal yaş yarımından sonra danışan zaman, nitqi olan zaman, cəmiyyətlə ünsiyyəti, məsəl üçün, ətraf aləmə istəyini, məsələn, nəyinisə bildirən zaman bu olmur həmin uşaqda, istək olmur, göz təması olmur, gözə baxmır, ətrafdan, insanlardan qaçır, ancaq özünlə oynayır. Bir də bu uşaqlarda normal uşaqlara xas olmayan, belə deyək də, stereotip hərəkətlər olur. İndi biz elmi dildə buna arzu olunmayan, məsələn, əlavə hərəkətlər, məsələn, hərəkətlərlə... Nədir məsəl üçün bu hərəkətlər nələrdir? Bəlkə elə valideyn var ki, onun uşağı məhz autizmə yoluxubmu deyək, tutulubmu deyək, xəbəri yoxdur. O əlamətləri normal qarşılayır. Bax, məsələn, sanki uşaq eşitmir, görmür. Çox zaman çox belə ürək ağrıdıcı faktdır ki, həkimlər görmür, eşitmir diaqnozundan, lalkarlıqla, məsələn, belə şeylərlə, diaqnozlarla bunlara məsələn 50-lik də verirlər. Amma uşaq görür də, eşidir də. İndi bayaq mən söhbətimin əvvəlində dedim ki, auto özünə qapanma deməkdir. Özünə qapanmanın o səviyyəsinə çatır ki, sanki görmür, eşitmir. Nə qədər çağırsan da uşaq cavab vermir. Məsələn, əllərini gözünün qarşısında oynadacaq dərəcədə, sonra mən nə bilim, belə çiynini çəkir, sonra məsələn, müxtəlif cür hərəkətlər, bir oyuncağı normal uşaq, məsələn, onun fantaziyası olduğuna görə biraz fantaziyasına uyğun, yaşına uyğun oynada bilir. O isə yaşına uyğun oynada bilmir. Məsələn, bir əşyanı eyni hərəkətlərlə, saatlarla oynada bilir. Yəni, başqa cür oynada bilmir. İşığı yandırır, söndürür. Məsələn, fırlanan əşyaları xoşlayır. Məsələn, elektrik əşyalarına həvəs daha çox olur. Yəni, bütün bizim indi maariflənməmiz demək olar ki, bütün bölgələri, respublikanı əhatə eləyir. Orada bizim maarifləndirici kitablarımız, bukletlərimiz olur. Yəni, valideynlər
Bizim indi mən hamısını qeyd eləyəcəm. Rəsmi saytımız da var. Yəni indi artıq Bəli, çox- qeyd edəcəyik sizlə əlaqə saxlamaq üçün harala müraciət etmək lazımdır. Kökü nədə dayanır? Bax, bunu xəstəlik adlandırmaq olar mı ümumilikdə? Yoxsa Yox. bəlkə xəstəlik deyil, başqa nədir, vərdişdir, nədir? Bununla bağlı istəyirəm danışasınız. Yox, indi belə xəstəlik götürəndə, məsələn, xəstəlik var ki, şəkər xəstəliyi var ki, məsələn, talasemiya, bunu xəstəlik demək olar. Mənə elə gəlir, mənə yox, ümumiyyətlə bütün dünya praktikasında sübut olundu ki, autizm sindrom olaraq qalır. Aha. Sindrom. Sindrom da indi elmi dildə, məsələn, mütəxəssislər, yəni bu sahədə işləyən mütəxəssislər, ümumiyyətlə həkimlər də bilir ki, sindrom nədir? Yəni sindrom aradan qalxa bilən bir şeydir. Bəli. Xəstəlik deyil. O sindromu sındırmaq olur. Bəli, bəli, çox gözəl dediniz. Yəni sindrom olaraq qalır. Yəni indi çox bizim bax bu işimizin, bu maarifləndirmə layihəmizin öncədən mən sizə təşəkkürlərimi bildirirəm ki, Çox sağ olun. bu problemi sizin diqqətinizi çəkdi. Məsələn, bizə efir saatı ayırdınız. Yəni bu sindrom olaraq sindromdan qurtuluş yolları mümkündür. Ən azından Çiçək xanım, gələcəyimizin sağlamlığı Bəli, üçün, bəli. uşaqlarımızın sağlamlığı üçün əlimizdən gələn köməklik varsa, bu bizim borcumuzdur. Bunun üçün isə təşəkkürümüz edəcəyik rəhbərliyimizə. Əlbəttə, Buyurun. bəli. Deməli, məsələn, bax, adicə bir faktı mən çəkim. Bütün valideynlər də eşitsin, bütün hamı eşitsin. Biz deyirik ki, Einstein hamımız tanıyırıq da, bütün Bəli. dünya tanıyır. O, uşaq vaxtı autizm sindromundan əziyyət çəkirmiş. Aha. Sonda Einstein oldu. Məsələn, indi biz bu sindromla mübarizə yolları artıq ölkəmizdə də aşkarlanıb. Həmin o sindromdan qurtulub Einstein də olmaq olar. Məsələn, məşhur bir rəssam da olmaq olar. Məsələn, hər hansı bir sənət sahəsində çox gözəl fəaliyyət də nümayiş elətdirmək olar. Ta ki, bu autizm sindromunun reabilitasiyasından ciddi məşğul olunsun, erkən aşkarlansın, reabilitasiyasına tez başlansın, mütəxəssislər tərəfindən ardıcıl o autizm sindromundan qurtuluş üçün xüsusi məşğələlərə Nədən baxılsın. yarana bilər Çiçək xanım? Nədən yarana bilər? Ana bətnində olarkən bu proses gedir, yoxsa dünyaya gəldikdən sonra bəlkə valideynin səhvi var, hansısa diqqətsizlik? Nədən bax? Ən çox yəni diaqnoz deyirlər xəstəliyə qoyurlar. İndi dedi sindromdur bu autizm. Bunun da bir kökü olur, bunun da bir dayandığı bir